Bir məsələn, müəyyən dəstələrdir. Məsələn, ət məsələsin o qədər şişirdilib ki, təvhid-i uluhiyyə o cür danışılmır. Hətta təvhid-i rububiyyə aşıb. Belə olmaz. Bu ət məsələsidir, qardaş. Bunu belə şişir, yemirsən, yemə, heç balıq da yemə. Lakin bu məsələni belə şişirtmək, şişirtsəylə başqa cür ət yeməyi, yeməməyi o daha onlar üçün faydalı olardı. Məsələn, qeybəti. Qeybət də ət yeməyi daxı. Özdə hələ belə ət yox. Məmin qardaşımın cəsədini ətin yemək. Bu şişirdilsəydi, yenə deyərdik ki, faydalıdır. Bu tərəfdən ət yeyir, özdə necə lazımdır. Lakin xəbəri yoxdur. Bu tərəfdən deyir ki, yox, mən ət yemirəm. Ona görə insan ziddiyyata düşür. Yemirsən, yemə. Lazımdır bunu şişirtmək. O boyda. Şirk böyüdü, yoxsa ət mövzusu. Əlbəttə şirk. Şirk böyüdü, qardaşlar. Təbii ki, onlar, o dəstələr, o müəyyən bir səviyyəyə çatmaq üçün bu məsələləri bəhanə atıblar ortaya. Ətdir, namaz qılmayandır, darükör və s. və s. Bunlar hamısı fikri məsələdir, çoxsu, rəydir, aydındır.